Allah Qur'an-ı Kərimdə Peyğəmbərə buyurur ki, biz sənə ağır bir söz deyəcəyik. Allah Peyğəmbərə deyir ki, sənə ağır söz deyəcəyik. Bax, ağır söz budur. İnsan özünü islah etməlidir, insan özünü düzəltməlidir. Din bunun üçün gəlibdir. Və din xitabları birbaşa insanların təkcə ağılına deyil, insanların ruhlarına tərəf yönəlibdir. Belə nəql olunur ki, İbn Sina bilirsiniz, məşhur filosofdur. Tələbələrindən zahirən bəhmənyar olub, çox yaxın dostluqları olub, ən üstün tələbələrindən, şagirdlərindəndir. Bir gün bu bəhmənyar İbn Sinaya deyir ki, niyə sən peyğəmbərlik iddia etmirsən? Bəlkə sən peyğəmbərlik iddia etsən, insanlar sənə inanar. Çünki sən bu qədər elmlərə sahibsən, bu qədər fikrin var, düşüncən var, böyük bir elmin var. İbn Sina cavab vermir buna. Bunlar ki, şəhər bəşəhər gəzirdilər, bir gün deyir, qışdır, soyuqdur. Gecənin yarısı İbn Sina bunu yuxudan oyadır. Deyir ki, susamışam, mənə get bir stəkan su gətir. Hava ki soyuqdur, insan istəmir yerindən dursun da, isti yerindən qalxıb, heç kəs bunu istəməz. Bu da bəhanə gətirir, deyir ki, ustad, gecə yarısı özündə sən təbibsən, həkimsən, bilirsən ki, havada soyuqdur, su da soyuqdur, gecə yarısı boş mədiyə soyuq su içməyə xəstələnərsən, hər cür bəhanə gətirir. İbn Sina nə qədər buna öz istəyini bildirir, hər dəfə bir bəhanə gətirir. Bu zaman sübh azanının səsi gəlir. Qədimdə azan verəndə indi kimi deyildi, gəlib mikrofonu buradan qoşursan, yuxarıdan səs yayılır. Müəzzin var idi, xüsusi bir vəzifə idi bu. Hər namazda qalxardı minarəyə, minarədən azan verərdi. Bu müəzzinin azan verənin səsi gələndə İbn Sina deyir ki, sən yadıma gəlir, mənə dedin ki, niyə peyğəmbərlik iddia etmirsən, etsən, insanlar sənə inanar. Bax, indi onun cavabını sənə deyirəm, illərdir mənim şagirdimsən, səndən istədim ki, gedib mənə bir stəkan su gətirəsən, 100 cür bəhanə gətirdin. Amma gör, bu peyğəmbərə inamı, məhəbbəti, eşqi nə dərəcədədir ki, bu gecənin qaranlığında, bu soyuqda yerindən qalxıb, gəlib çıxıb o minarəyə, minarədən qışqırır ki, əşhədü ənnə Muhammədən Rasulullah. Çünki peyğəmbərlər bax bu cür ruha hakimdilər. Ona görə də daima insanların qəlblərində özlərinə məxsus bir yer tutublar, bir məhəbbət əldə eləyiblər. Validə Sultanın belə bir beyti var. Məhəmməddən məhəbbət oldu hasil, Məhəmmədsiz məhəbbətdən nə hasil? Peyğəmbər məhəbbətdir, sevgidir. Peyğəmbəri tanıyan hər kəs onu sevib, hər kəs ona məhəbbət bəsləyibdir. Sahib olduğu əxlaqi dəyərlərə görə, yaşadığı əxlaqi dəyərlərə görə. Və Peyğəmbər insanlara xitab eləyəndə əməli şəkildə bunu birinci özü göstərirdi. Çünki qəlbdən gələn söz qəlbə düşür. Yalnız dildən gələn bir söz qulaqlardan keçib gedər, qəlbə düşməz.